Salam, hər vaxtınız xeyir xanımlar. Yeni bir vloqa xoş gəlmisiniz. Bugün çox iş görsəm də onları çəkə bilmədim. Amma günün sonunda olan bu kiçik təmizlik işləmini dedim sizinlə də paylaşım. Təmizlik edəndə sanki insanın ruhu dincəlir və həm də bununla yanaşı evin aurası da təmizlənir. Sizcə də belədir? Bu suala cavabı rey bölməsində yazsaz, həm fikrinizi bilmiş olaram, həm də söhbətləşmiş olaraq. Onu da qeyd edim ki, əgər vloqlarım sizə maraqlı gəlirsə, abunə olmağı, like atmağı və rey bölməsinə komment yazmağı da unutmayın. Sizə uzun təmizlik videoları çəkmək istəyirəm. Sadəcə bir əllə iş görmək çətin olur. Ona görə tripod zakaz eləmişəm ki, rahat telefonu ora qoyun və vloqlarımı çəkə bilim. Sabaha isə həqiqətən işim çoxdur. Bütün evi töküb dib-bucaq təmizlik işləmləri görməliyəm. Maşallah olsun, evdə 5 nəfər idi, evin işi heç bitmir. Həm də bu ara başımız qarışıqdır, ad gününə hazırlaşırıq. Qaynatamın ad günü olacaq. Yəqin ona hazırlıq vlogu da gələcək sizlər üçün. Yayım olduğundan pəncərəni açıq qoyuruq deyə evə bir gün əl vurmayanda ən azından toz olur. Öz otağımızda kondisioner yandırsaq da, uşaqların otağında kondisioner yandırmağa bir o qədər də üstünlük vermirəm. Çünki nə qədər də olsa ziyanlı bir şeydir. Dözülməz istilərdə yandırmaq məcburiyyətində qalsam da, sərin havalarda pəncərəni açıq qoymağa daha çox üstünlük verirəm. Öz başıma gəlib deyə uşaqları bundan qorumağa çalışıram. Mən də bir dəfə elə nə olursa adama bu yay aylarında olur. Çünki qışda bilirsən ki, qışda isti geyinirsən və özünü qoruyursan. Amma yayda isti insanı aldadır, belə deyək. Universitetin 2-ci kursunda falan oxuyurdum. Yay aylarında nənəmgildə çimib öz evimizə qayıdırdım. Avtobusda oturduğum zaman hiss elədim ki, cərəyan var. Sadəcə fikir vermədim. Sən demə onda mənə bərk soyuq olub. Saçlarımı yaxşı qurutduğuma əmin olsam da, yəqin dibləri nəm qalmışdı. Evə gələndə axşam gecə yuxudan bir mədə sancısı, dəhşət bir ağrı ilə oyandım və təcili yardım çağırmaq məcburiyyətində qaldıq. Mən hələ həyatımda bu qədər dəhşətli bir ağrı hiss eləməmişdim o zamana qədər. Məlum oldu ki, məndə bərk soyuq dəymə var və onun pristupu mədəyə verib. Ondan sonra mən müalicə almaq məcburiyyətində qaldım. Başımı tomoqrafiyaya qədər salmışdılar. Şükür Allaha müalicəni aldım, tam sağaldım. Amma yenə də lazımsız bir şey idi. Cüzi ehtiyatsızlıq ucbatından insanın başına gəlməyən qalmır. Düz deyə Allahın qisməti belə idi. Olmalıymış ki, oldu. Bu hər şeydə belədir. Təsadüf deyilən bir şey yoxdur. Olmalıymış ki, oldu. Şükürlər olsun Allaha, ondan pis bir şey də ola bilərdi. Burada isə hava nəmləndiricisinin şüşəsini yuyuram. Bunun içinə yağ tökdüyüm üçün biraz bulanıq olur rəngi. Çalışıram arada içini yuyum və filtrini də təmizləyim. Bunun içinə ev qoxusu almışdıq, ondan əlavə edirəm. Onda evi nəmləndirəndə həm də evə gözəl bir ətir də yayılır. Çox xoşuma gəlir. Əsasən də qış aylarında kombi yandığı zaman nəmləndiricidən çox istifadə edirəm. Uşaqlar bugün də üzgüçülükdən gəlmişdilər. Onları çimizdirdim və pastellərini də dəyişdim. Bilmirəm sizdə necə, mən pasteli tez-tez dəyişirəm. O təzə yuyulmuş, təravətli, paraşok iyi verən pasteli salanda ürəyim gedir. Mən pakrivalları da yuyuram. Ona görə elə bir pakrival seçirəm ki, paltar yana yerləşsin. Burada isə sizə yenə aldıqlarımı göstərmək istəyirəm. Bu ayaqqabını götürdüm. Qızımın ayağına tam oldu. Nə böyük, nə balaca. İçində də belə Elza şəkli var imiş. Evə gələndən sonra fikir vermişəm. Çox. Bundan əlavə belə bir kabura zakaz vermişdim. Temudan almışam. Bunu ayrıca gətirib evə təslim verdilər bizə. Bu özümçül deyil. Qaynanama hədiyyə almışam bunu. Bu 2 hissədən ibarətdir. Belə bu zər hissəsini çıxardıb da istifadə edə bilərsiniz. Belə sadə bir formada və zərli şəkildə də istifadə edə bilərsiniz. Qıraqları qaşlıdır. Gördüyünüz kimi qaş detalları var. Orta hissəsi isə belə güzgüdür.
Özümə də bugün, yəni heç ağlımda olmasa da belə bir şirin kabrona gördüm və çox xoşuma gəldi. Düzdür, indi deyəcəksiniz yaşı uyğun deyil. Mən belə şeyləri sevirəm. Yəni çox xoşuma gəldi. Belə ortasında slime kimi bir yeri var. Aşağı eləyəndə tökülür. Çox şirin görsən, həm də insanın əsəblərini də sakitləşdirir. Bir də qızıma belə bir tigrova kofta aldım. Sərin saxlayır yaylarında. Material da pambıqdır. Həm də mən sevirəm belə fərqli koftaları. Gözəl görünüyor. Oğluma da belə bir şortik götürdüm. Yəni cins götürsəm də oğlum qətiyyən sevmir sərt materialları. Həmişə uşaqlığından elə yumşaq materialda olan paltarları sevir. O cinsin sərtliyi, həm də onun düyməsi onu incidir deyə qətiyyən sevmir. Qızıma isə belə bir tigrov kofta aldım və sinarollu belə bir göy köynək götürdüm. Əsər yay abu havalı bir köynəkdir, insanın ürəyini açır. Mən qız uşaqlarına belə cicili bicili koftaları yakışdırıram.